Kabatski necəsiz. Ben ülüşüm kabatski gül kələmidir. Deməli, sonra bildirsinin ətin elə bir çöpəmizi baxmışam içinə. Bir də qara qovurma var idi. Onun da yağın elə dibindən biraz qatmışam deyə. Bura qara qura görsən, amma qovurma yağıdır. Bir də günə baxan yağı qarışır. Bax, səhər yeməyi hazırlayıram. Sonra bağdan yığdığım hər cürə göyərti, ispanak, suğundur yarpağı, reyhan, soğan, nə bileyim, petuşka çok qarşı deyəsən. Ben yığdığım onları da qatdım, biraz da bunu qovururam. Bu arada qovurmanın çox keçib iyi gəlir. Ben en çok sevdiğim zirinç. Onu da atın içine. Biraz pişsin. Sonra yumurtaları kırın. Deməli, burada ördək yumurtası, toyuq yumurtası, bildirçin yumurtası. Gül bildirçinin rəngi, ördəyin rəngi sapsarı, nə gözəldirlər. Burada biraz ağ düşür telefonda, amma sarıdır. 3 növ yumurta. Axırda da istotunu tökürəm, yumurtasını da tökmüşəm, uca pişir. Bu da üstündəkilər küncüddür. Hepsi pişdi, hazırdır yeməyə. Burada göyərtim, içində hər şey var. İspanak, pərpətöyün, şüyüd, nə bilim, reyhan, hər şey var. Bu da oldu bizim səhər yeməyi. Gəl qonağım ol.